Esselamu Aleyküm izləyicilər. Bu video dəstə dad hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 15-ci hərfi dad hərfidir. Bu hərf yalnız ərəb dilində mövcuddur. Elə buna görə də bu dili bəzən dad dili də adlandırırlar. Bu hərfin məxrəci, yəni çıxış yeri dilin sağ və ya sol tərəfini, daha çox sağ tərəf məşhurdur, yuxarı azı dişlərə toxundurmaqla tələffüz edilir. Azərbaycan dilində olan D və Z səslərinin qarışığı və qalın formasıdır. Burada daha çox səslənmədə belə deyək, 70-80% D hərfi, 20% Z hərfinin yəni səsi gəlir. Yəni arı vızıltısına bənzər bir formada səslənən bir hərfdir. Yəni tələffüz baxımından ərəb dilində ən mürəkkəb hərf hesab olunur. Səslənməsindən nəzər salaq. Dad, dad, dad. Ekranda dad hərfinin müstəqil kəlmənin əvvəlində, ortasında və sonunda yazış formasını görürsünüz. Struktur olaraq sad hərfinə bənzəyir. Sadəcə fərq ondan ibarətdir ki, dad hərfində üstə nöqtə işarəsi vardır. Gəlin bu hərfin yazılışını praktiki olaraq həyata keçirək. İlk öncə müstəqil formasını yazmağa çalışaq. Eyni ilə sad hərfindəki kimi yazırıq və üzərində nöqtə işarəsi qoyuruq. Bir daha yazıram. Kəlmənin əvvəlində yazılışını yazaq. Deməli, soldan sağa doğru apardıq, yenə sağdan sola doğru və düz formada davam elətdirdik. Və üzərində təbii ki, nöqtə qoymaq şərti ilə. Eyni ilə müstəqil formadır. Sadəcə yarısından sonrası düz xətt formasında, yəni çıxıntı olaraq davam edir ki, başqa bir hərfə qoşula bilsin. Kəlmənin ortasında isə əvvəl formaya sağdan çıxıntı qoymaqla yazmaq mümkündür. Üzərində nöqtə qoyuruq, yenə çıxıntı. Biraz səliqəsiz alındı, mouse'la yazıram deyə bunu nəzərə alın. Kəlmənin sonunda isə müstəqil formasından çıxıntı qoymaqla yazılır. Deməli, sağdan çıxıntı, üzərində nöqtə qoyulur, yenə sağdan çıxıntı. Bir daha yazıram. Belə, siz də bu hərfin müxtəlif yazı formalarını ən azı bir sətir yazıb praktika edin. Bu qədər. Esselamu Aleyküm.